Onurğa tək kartxurt səsi ilə rahatlamağı biraz fərziyyədir. Functional spine unit deyilən onurğa şöbəsi var. Yəni hərəkətli onurğa şöbəsi deyirik. Bizim hərəkət eləməmizi təmin eləyən orada toxumalar var. Necə ki, bu toxumalar iki fəqərə, arasında disk, onun ətrafındakı bağ və əzələlərdən ibarətdir. Biz baxdığımız zaman geniş çaplı bir baxırıqsa, geniş çaplı bir gözlə baxırsa, bu fəqərədəki tək oynağın hərəkətsizliyinə baxmamalıyıq. Ora birləşən əzəldəki spazma baxmalıyıq. Oradakı bağın hərəkət strukturuna baxmalıyıq. Yəni biz müalicədə fizioterapiyanı da qatırıq. Təbii ki, biz öz müalicəmizdə, kairopraktikada multidisiplinlər, yəni hər tərəfli bir gözlə baxmalıyıq. Tək oynağa adaptasiya ola bilmərik. Əzələ qısalıqlarına, əzələ spazmlarına, diskdə orada nə qədər problem var, ona bilməliyik. Nə qədər sinirə kompressiya var, hansı dərəcədə artıq biz müalicə eləməliyik, hansı gün artıq əl müdaxiləsinə başlamalıyıq. Onun da günü. Xəstə gəldi, yatım mənə kairo və yaxud da ki, əl müdaxiləsi elə yoxdur. Birinci əzələ rahatlamalıdır, release olmalıdır.